Həyətinə pəncərə açılır. Gecə tonqal qalamağa yeri, manqalı, samavarı, yellənçəyi, çöl stolu. Superdə, yəni. Mətbəxi də geniş. Oyun oynayırlar uşaqlar. Hər mərtəbəsində bir dənə sanitar qovşağı var. Gördüyünüz kimi. Necəsən Rabiyə? Gəlin sizə yuxarını göstərim. Çox geniş evdir. Yəni rahat. İndi hesablayaq görək neçə nəfər gəlib qala bilər burada. Yəni atışıb, dostlarınızla, tanışlarınızla atışıb, rahat gəlib münasib qiymətə qala bilirsiniz də uşaqlar. Bura ikinci mərtəbəsidir. Birinci otaq 2 nəfərlik kravatları.